Hər kəsə salam uşaqlar, hər vaxtınız xeyir olsun. Uşaqlar, bizim bugünkü mövzumuz bir məchulu tənliklərdir. Gəlin əvvəlcə tənliyə tərif verək sizlə bir yerdə. Tənliyin tərifi nədir uşaqlar? Çox qabağa getdi. Tərif. Dəyişəni olan bərabərliyə tənlik deyilir. Deməli, orada dəyişən iştirak eləməlidir və bərabərlik olmalıdır. Baxın, diqqətli olaq. Məsələn, desələr ki, x kvadrat çıxaq 3, bu tənlik deyil, çünki bərabərlik yoxdur. Amma ki, x kvadrat çox 3 bərabərdir 4 olarsa, dəyişən var və bərabərlik də var. Bu zaman biz buna tənlik deyirik. Və tənlik həll olunur və həll olunanda müəyyən ədəd tapılır. Və bu tənliyin kökü adlanır uşaqlar. Yəni, x-i tapanda x-in qiymətini tapdığınız ayda tənliyin kökü adlanır. Tənliyin kökü nədir? Dəyişənin tənliyi doğru bərabərliyə çevirən qiymətlərinə tənliyin kökü deyilir. Yəni, siz həmən tənliyin kökünü yenidən tənlikdə yerinə qoysanız, doğru bərabərlik alacaqsınız. Bu deməkdir. Məsələn, 2 dənə tənliyi götürək. Tutalım, biri olsun, x plus 3 bərabər 7. Burada da 2x bərabər 8 tənliyi olsun. Görürsünüz ki, burada x 4'dür. Burada da x yenə 4'dür. Və belə çıxır ki, tənliklərin ikisinin də kökləri eynidir. Yəni, tənliyin həllər çoxluğu eyni olarsa, belə tənliklərə eyni güclü tənliklər deyilir. Eyni güclü tənliklər. Bəli. Eyni güclü tənliklər nədir? Tənliyin həllər çoxluğu eyni olarsa, bu tip tənliklər eyni güclü tənliklər adlanır. Gəlin, indi bir məchulu tənliklərə tərif verək. Uşaqlar, adından görünür, bir məchul. Deməli, tənlikdə əgər bir məchul iştirak edərsə, bu tənlik bir məchul tənliyi adlanır və bir məchul tənliklərin növləri var. Birincisi, nöqtə qoyaq, budaqları çəkək, xətti tənlik. Xətti tənlik. İkincisi, kvadrat tənlik. Üçüncüsü, rasional tənlik. Rasional varsa, təbii ki, irrasional tənlik də var və modul tənlik. Deməli, bunların hər birini bir-bir araşdıracağıq, hər birinə nümunələr işləyəcəyik. Əvvəlcə başlayaq xətti tənlikdən uşaqlar. Xətti tənlik nədir? Xətti tənlik. Ax plus b bərabərdir 0 şəklində olan tənliyə xətti tənlik deyəcəyik. Biz müəyyən tənliyə baxanda onun hansı növə aid olduğunu bilmək üçün bu dediyimi qavramalısınız. Baxın. Tutalım, bizə bir ifadə veribdir, daha doğrusu tənlik veribdir. Baxın, belə bir tənlik 5x plus 4 bərabər məsələn 3 olsun. Mən hardan bilim bu xəttidir ya yox? Baxacam nəyə? Əvvəlcə ax plus b bərabərdir 0-a oxşuyur. O formaya gələ bilər. Və ən mühüm x-in dərəcəsini bilməkdir. Əgər x-in dərəcəsi 1-dirsə, baxın, x-dan bir dənədir. Biz bu zaman bu xətti tənliyi adlanır. Yəni, x-in dərəcəsi əslində tənliyin növünü müəyyən elədir. Və tənliyin varlıq şərtləri var. Amma xətti tənliyi üçün keçərlidir uşaqlar bu. Xətti tənliyin varlıq şərtləri. Varlıq şərti deyəndə nəyi nəzərdə tuturuq? Yəni, tənlik həll olunan zaman müəyyən köklər alınacaq. Bu köklər bir dənə ola bilər, sonsuz sayda da ola bilər və yaxud da ümumiyyətlə tənliyin kökü olmaya da bilər. Və buna görə tənliyin varlıq şərtləri olur. Birincisi, əgər a fərqlidir 0 olarsa, bu zaman tənliyin yeganə, yəni bir dənə həlli olacaq. Yeganə həll. Əgər a 0, b də 0 olarsa, yəni ikisi də eyni zamanda 0 olarsa, bu tənliyin sonsuz sayda həlli var. Yəni, belə çıxır ki, tənliyin kökü hər şey ola bilər. Bütün ədədlər yerinə qoyanda tənliyi ödəyə bilir. Üçüncü, əgər a 0, lakin b 0-dan fərqli olarsa, bu zaman tənliyin həlli olmaz. Siz x-in qiymətini boşluqluq tapacaqsınız. Həlli yoxdur. Belə uşaqlar. Bir də nə deyəcəkdim sizə? Aha, baxın uşaqlar, ax plus b bərabərdir 0 tənliyə bir dənə nəzər salaq. Buradakı x dedik nədir? Tənliyin köküdür. A və b isə uşaqlar parametrdir. Parametr dedikdə biz qiymət nəzərdə tuturuq. Amma x tənliyin kökü, yəni məchul adlanır. İndi gəlin baxaq misal nümunəsinə. Ay, əyri yazdıq, nətər oldu? Hə, misal. Deməli, uşaqlar, sizə belə bir misal veribdir. 2 vurulsun 4ax minus 3 bərabərdir 3 vurulsun x plus a minus a olsun. Bu tənlikdə deyir ki, a parametrinin hansı qiymətində? A parametrdir, yəni
Qiymətdə onu tapacağıq biz. Hansı qiymətində tənliyin həlli yoxdur. Tənliyin həlli yoxdur. Uşaqlar, gəlin birinci vuru basaq. Gözəl bir hala gəlsin bu tənlik. Necə edirik? İçini 4ax-a vuraq, elədi 8ax. İçini -3-ə vuranda -6 bərabərdir. 3x-a 3x, 3a-ya 3a, çıxa. Alınır 8ax çıx 6 bərabərdir 3x plus 2a. İndi uşaqlar, əsas məsələ elə buradan sonra başlayır. Yadınızda saxlayın ki, ədədlər bir tərəfə yığılmalıdır, dəyişənlər bir tərəfə. Amma dərk eləməlisiniz ki, a burada ədəd olduğu üçün 2a da ədəd olacaq. Yəni, dəyişən olan hissə sadəcə harada x iştirak edirsə, ona biz dəyişən deyirik. Yəni ki, dəyişənlər hansılardır baxaq. 8ax çıxılsın 3x bir tərəfə yığdım, bərabərdir. 2a dedim ki, ədəddir. Ədədlər bir tərəfə, 6 ədəddir, onları da bir tərəfə. Yəni, sola dəyişənləri, sağa ədədləri yığdım. İndi gəlin baxaq. X-i ortaq çıxardacağım sol tərəfdə. Qalacaq 8a çıx 3 bərabərdir hər hansı bir ədədə. Bu ədəd də 2a plus 6 ədədidir. İndi uşaqlar, deməli, ax onda belə çıxır ki, 8a minus 3a-dır. 2a plus 6 ədədi isə ümumilikdə bir b ifadəsinə, b-yə uyğundur. Yəni ki, belə çıxır ki, əgər tənliyin həlli yoxdursa, bizdə şərtlər var idi, yadınızdadırsa, bayaqları dedim. A bərabərdir 0 olmalıydı, b isə fərqlidir 0 olmalıdır. Bu iki şərtdə yoxlamalıyıq. Gəlin, baxaq birinci a-dan. 8a çox 3 bərabər 0, a bərabər 3 bölü 8. 2a plus 6 fərqlidir 0, 2a fərqlidir -6-dan, a da hər zaman fərqli olacaq 6 bölü 2, yəni -3-dən. Yəni ki, a-nın hansı qiymətində 3 bölü 8 və yaxud da 8-də 3 variantlarda bunu nişanlayacaqsınız. Belə uşaqlar, deməli bu dərsdə ən mühüm nəyi bilməliyik? Xətti tənliyi tanımalıyıq. Yəni, tənliyi görən zaman ayırt eləməliyik ki, bu xəttidir və təbii ki, varlıq şərtlərində yaxşı bilməliyik. Bu xətti tənliklər üçün qeydimiz. Keçək kvadrat tənliklərə. Kvadrat tənlik. Uşaqlar, kvadrat tənliyin də belə görəcəksiniz. Ax kvadrat plus bx plus c bərabərdir 0 halındadır. Biz buna kvadrat tənliyi deyirik. Hardan bilirik bəs kvadrat tənliyi olduğunu? Təbii ki, yenə də x-in dərəcəsindən. Əgər x kvadratı varsa, bu kvadrat tənliyi adlanır. Heç bx və c olmasa da olar uşaqlar. Mənə lazımdır kvadrat tənliyidə x kvadrat iştirak eləsin. Məsələn, buradakı təbii ki, ABC-lər də əmsallar, ədədlər sayılır və biz ora yerinə qoyaq özümüzdən. 5x kvadrat plus 3x minus 4 bərabər 0. Belə bir kvadrat tənliyi yaza bilərik. Amma məsələn, belə bir şey olsa, bu kvadrat tənliyidir uşaqlar. Kvadrat tənlik. Lakin, belə bir şey olsa, 5x minus a kvadrat plus 4 bərabər 0. Bu kvadrat tənlik deyil uşaqlar. Çünki biz nəyə baxırdıq? Məchulun dərəcəsinə. Məchulda x-dır və x-in dərəcəsi 1-dir uşaqlar. 1 olduğu üçün bu kvadrat tənlik sayılmır. Bu sayılır xətti tənlik. Niyə? Çünki x-in dərəcəsi 1-dir. Deyəcəksiniz, ay müəllimə, bəs burada a kvadrat var. Uşaqlar, a kvadrat ədəddir. Yəni, məsələn, 5-in kvadratı, 4-ün kvadratı budur. Ona görə biz ədədlərə bir dəyişən kimi baxmırıq. Biz ancaq x-a baxırıq. X-in dərəcəsi də təbii ki, kvadrat tənlik olub-olmadığını müəyyən elədim. Bir dənə də kiçik bir qeyd deyim ki sizə, hər zaman a sıfırdan fərqli olmalıdır. A nədir? X kvadratının yanında gələn. Əgər sıfırdan fərqli, yəni 0 olsa, belə deyək, bu kvadrat tənlik sayılmaz. Təsəvvür edin ki, a 0-dır. Artıq 0-ı x kvadratına vuranda bura ümumiyyətlə 0-a gedir. bx plus c bərabərdir 0 halına gələr. Bu da artıq xətti tənliyə çevrilmiş olar. Yəni, bizə lazımdır ki, kvadrat tənliyi olması üçün mütləq a 0-dan fərqli olmalıdır və x kvadratının dərəcəsi, ay bunu silməyək, x kvadratının dərəcəsi deməli 2 olmalıdır. Bu da belə. Kvadrat tənlikdə deməli a-ya biz birinci əmsal deyəcəyik, b-yə ikinci əmsal, c-yə də üçüncü əmsal. Və yaxud da sərbəst hədd deyək. Yəni, dəyişənsiz hissəyə sərbəst hədd deyirlər. Dəyişəni yoxdur, o zaman sərbəst hədd adlanır. Belə, demək
Deməli, uşaqlar, kvadrat tənlikləri tanıdıq. Belə olacaq. Bir var kvadrat tənliyi, bir var natamam kvadrat tənliyi. Yəni, hər hansı əmsalları artıq yoxa çıxacaq, tam olmayacaq, natamamlaşacaq. Yəni, necə? Yazaq, natamam kvadrat tənlik. Baxın, ağlımızda nə tuturuq? Tuturuq ki, ax kvadrat plus bx plus c bərabər 0. Bu, tənlik kvadrat tənliyidir. Əgər bu tənlikdə bilir ki, a heç bir zaman 0 ola bilməz. Lakin b və c-də elə bir şey yoxdur. B və c əmsallarından heç olmasa biri və yaxud ikisi də ola bilər, fərqi yoxdur. 0 olarsa, biz bunlara natamam kvadrat tənliyi deyirik və gəlin onda hallara baxaq. Birincisi, fərz edək ki, b 0-dır. Onda b 0 olanda bura 0 vur 2 0-a çevriləcək. Olacaq ax kvadrat plus c bərabər 0 hala düşəcək. Bu hala düşdü. İndi keçək 2. Burada da c bərabərdir 0 olsun. C 0 olsa, bunu silək artıq bura sıfırlaşacaq. Qalacaq nə? Ax kvadrat plus bx bərabər 0. Ay, bunu belə edik. Aha. Bu halda mütləq bir şəkildə tənliyin bir dənə kökünü 0 alacaqsınız. Necə alacaqsınız? Baxın, x-i ortaq çıxartsam nə qalacaq? Ax plus b bərabər 0. Əgər hasil 0-dırsa, vuruqlar da 0-dır. Vuruq x-dir. X bərabər 0 alınacaq. Deməli, mütləq bir şəkildə bir kök 0 alınır. O bir kökdə ax plus b-ni həll edəcəksiniz. Orada müəyyən bir qiymət tapacaqsınız. Amma biz bilirik ki, mütləq bir kök 0-dır. Bu ikinci hal. Üçüncü hal. B də 0 olsun, C də 0 olsun. O zaman nə hala düşəcək? Baxın, bu da sıfırlaşacaq, bu da sıfırlaşacaq. Qalacaq təkcə nə? Ax kvadrat. Bərabərdir 0. Bu tənlikdə isə tənliyin hər iki kökü 0 olacaq. Çünki niyə? X kvadrat bərabər olacaq 0 bölü a 0. X də bərabər olacaq nəyin kvadrat 0 edər? Təbii ki 0-ın. Burada da olacaq hər iki kökü 0. Yəni təkrarlanan kökü var və ikisi də 0-dır. Belə çıxır ki. Deməli, kvadrat tənlikləri bildik. Natamam kvadrat tənlikləri bildik. İndi gəlir bu kvadrat tənlikləri həll eləmək üsullarım. Həll eləmə deyəndə təbii ki, x-in qiymətini, tənliyin kökünü tapmaq üçün bu üsullardan istifadə edəcəyik. Üsullar. Bəli. Deməli, üsullarımız nələrdir uşaqlar? Birincisi, ən geniş, ən çox istifadə edədiyimiz üsul diskriminant üsuludur. D üsulu yazıram, diskriminant üsulu yəni. Diskriminant üsulu deyir ki, mənə bir kvadrat tənliyi verməlisiniz. Bu necə olacaq? Ax kvadrat plus bx plus c bərabər 0. Fərqi yoxdur uşaqlar. Natamam kvadrat olsun, yoxsa bu halda bir kvadrat tənliyi olsun. Bunu verdim. Diskriminant deyir ki, ikinci əmsalın kvadratı, yəni b-nin kvadratından çıxacaqsınız. 4 vur birinci və sərbəst həddin hasili ac. Bu diskriminant tapılır. Diskriminantı belə tapırıq. Sonra diskriminantı tapandan sonra biz artıq kökləri tapmağa başlamalıyıq. Köklər deyəndə x1 və x2 nəzərdə tutulur. x1 və x2. x1-i tapmaq üçün düsturumuz belədir. Bu düsturları uşaqlar əzbərləməlisiniz. Düstur deyir ki, ortadakı həddin əksi -b plus kök altda d böl birinci həddin 2 misli. Eyni qaydada sadəcə ortada çıxma işarəsi var. Yəni, köklərin tapılmasında birində toplama ilə tapacaqsınız, birində çıxma ilə. Bir dənə də onda misal yazaq. Başa düşməyənlər ola bilər bəlkə aranızda. Qaranlıq qalmasın. Baxın, misal belə olsun. Belə, 5x ya da 2x kvadrat plus 5x plus 3 bərabər 0 kvadrat tənliyi olsun. Əmsallara baxaq. A bərabər birinci, yəni 2. B bərabər ikinci, yəni 5. C də bərabər sonuncu, yəni 3-dür. İndi diskriminantı tapaq. Diskriminant B-nin kvadratı çıx 4AC. B 5-in kvadratı çıx 4 vur 2 vur 3. Yəni 25 çıxılsın 4 2-nin 8, 8 3-ün 24. Bu da elədir 1. Diskriminant 1-dir. Gəlin kökləri tapaq. Köklər x1, x2. Mənfi b, yəni mənfi 5. Plus kökdə diskriminant. 1-in kökü də 1 çıxır. Bölünsün 2a, yəni 2 vur 2.
O deyilir mənfi 4 bölü 4. Yəni mənfi 1-dir köklərdən biri. İkincisi mənfi 5 çıx 1 bölü 4. Eyni sualdır, sadəcə çıxma ilə eləyirik. O deyiləcək mənfi 6 bölü 4 1/5. Uşaqlar, unutmayın ki, kökləri kvadrat tənlikdə qoyanda ödəyirsə, deməli, mənim köklərim düzdür ki, tənliyi ödəmiş oldu. Məsələn, yoxlayaq. Deyirəm ki, x1 mənfi 1-dir. Görək, mənfi 1 qoyanda kvadrat tənliyi ödəyirmi? 2 vur mənfi 1-in kvadratı, yəni 1. Üstə gəlir 5 vur mənfi 1, yəni çıx 5 plus 3. Həqiqətən 2 çıx 5 mənfi 3 plus 3 0 elədi. Deməli, həqiqətən mən bu köküm düz tapmışam. İkincisini də, yəni mənfi 1/5-i də yoxlasaz, görərsiniz ki, eyni qaydada bu da kvadrat tənliyi ödəmiş olacaq. Xətti tənliyin varlıq şərtləri varsa, kvadrat tənliyində varlıq şərtləri var uşaqlar. Eyni qaydada gəlin baxaq. Varlıq şərtləri. Uşaqlar, varlıq şərtləri diskriminantla müəyyən olunur. Əgər kvadrat tənlikdə diskriminantı müsbət tapdınız, baxın, diskriminant 1 idi, müsbət idi. O zaman nə baş verdi? 2 dənə kök alındı. Özdə müxtəlif köklər. 2 dənə müxtəlif kök alındı. 2. Əgər diskriminant mənfi olardısa, o zaman kök alınmayacaqdı uşaqlar. Çünki niyə? Axı, düsturda kök alt da diskriminantdır. Kökün altında mənfi bir ədəd olacaqdı və buradan kök çıxmayacaqdı. Ona görə bu zaman kök olmayacaq. Kök yoxdur. Nə zaman? Haçan diskriminanta mənfi tapsaz uşaqlar. Üçüncü, əgər diskriminant 0 olarsa, deməli, tənliyin 2 dənə bərabər kökü var. Yəni, tənliyin x1-ni 5 tapsaz, x2-sidən mütləq 5 alınacaq. Yəni, bir-birindən fərqlənməyəcəklər, eyni olacaqlar, belə deyək. Bu bizim kvadrat tənliyi həll eləmək üçün birinci üsulumuz, yəni diskriminant üsulu deyirlər uşaqlar buna. Keçək ikinci üsula. İkinci üsul Viet teoremi. Uşaqlar, Viet teoremini istifadə eləmək üçün biz kvadrat tənlikdə mütləq şəkildə A əmsalını 1 qəbul eləməliyik. Yəni ki, A-nı 1 qəbul eləsək, o zaman hansı hala düşəcək? X kvadrat plus bx plus c bərabərdir 0 halına düşəcək tənliyimiz. Və bu tənliyə çevrilmiş kvadrat tənliyi deyilir. Tənlik deyilir. Deməli, siz kvadrat tənlikdə Viet teoremini tətbiq eləmək istəyirsinizsə, mütləq şəkildə onu çevrilmiş hala gətirməlisiniz. Yəni, A-nı 1 eləməlisiniz. Bu da belə. Sonra, uşaqlar, belə deyək, məsələn, hər hansı bir kvadrat tənliyi verib bilmirsiniz, onu necə çevrilmiş hala gətirəsiniz. Tutalım, 5x kvadrat plus 4x plus 1 bərabər 0. Kvadrat tənliyi çevrilmiş hala gətirmək üçün mən gərək bu x kvadratının qarşısını 1 edim. O zaman hər tərəfi 5-ə böləcəm. Qalacaq x kvadrat plus 4 bölü 5x plus 1 bölü 5 bərabər 0. Buna deyirlər çevrilmiş kvadrat tənliyi və çevrilmiş kvadrat tənlikdə Vietdən istifadə eləmək olar. Lakin digər halda qətiyyən olmaz. Bunu da sizə deyim. Bu belə. Bəs bizim Viet teoremimiz nədir? Viet teoremi nə deyir? Viet teoremi deyir ki, əgər sizə çevrilmiş bir kvadrat tənliyi veribsə, yəni x kvadrat plus px plus q bərabərdir 0 halında olan çevrilmiş bir kvadrat tənliyi verib və bu kvadrat tənlikdə Viet teoremi deyir ki, köklərin cəmi bilirsiniz ki, 2 dənə kök alına bilər. x1 və x2 və yaxud da köklərin hasili x1 vur x2 bərabərdirlər. Deməli, köklər cəmi əks işarə ilə ortadakı həddə. Ortadakı hədd nədir? P-nin əksi mənfi P. Hasilləri isə sərbəst həddə, yəni Q-yə bərabərdir. Məsələn, gəlin bir nümunə üzərində baxaq. Baxın, bunu bir dənə yazım. Əzbərlə. Bəli. Bunu əzbər bilməlisiniz, ya uşaqlar. Yəni, bunu hamınız bilməlisiniz. Deməli, belə bir çevrilmiş kvadrat tənliyi yazacağım sizin üçün. X kvadrat plus 5x plus 4 bərabər 0. Bu kvadrat tənliyində həll eləmək üçün kim istəsə diskriminant üsulundan istifadə eləyə bilər. Amma daha rahat üsulu təbii ki, Vietdir, çünki çevrilmiş kvadrat tənliyidir və rahat tapmaq olar. Baxıram, köklərin hasili x1 üstəgəl x2 bərabərdir. 5-in əksi mənfi 5. x1 vur x2 bərabərdir 4-ün özü. Yəni 4 yazdıq. İndi biraz düşünməlisiniz.
Amma zamanla bu tip suallar çox işləyəndə elə əliniz alışacaq, yəni rahat tapacaqsınız. Sadəcə indi ilk dəfə olduğu üçün biraz düşünürük. Hansı iki ədədin hasili 4 verə bilər? Məsələn, 2 ilə 2, 1 ilə 4, -1 ilə 4, -2 ilə -2 və hansı iki ədədin cəmi -5 verə bilər? Təbii ki, bu ədədlər hansılardır? -1-dir və -4-dür. Cəmləri -5-i sizə verdi, hasilləri müsbət 4-dür. Deməli, birinci x1-ə uyğundur, ikinci x2. Gördünüz uşaqlar, diskriminantsız bir şəkildə mən kökləri tapdım. Yəni, -1 və -4 bu tənliyi ödəyir. Yerinə qoyanda bu tənliyi sıfıra çevirə bilir. Əslində sadədir, amma dediyim kimi sadəcə çevrilmiş kvadrat tənliklərdə viyyətdən istifadə etmək olar. Misal nümunəsinə baxaq. Misal. Uşaqlar, bu dəfə fərqli olsun. Həmişə biz tənlik verirdi və biz onu həll eləyirdik. İndi kökləri versin, biz tənliyi özümüz quraq. Məsələn, tənliyin köklərini, yəni x1-i 2, x2-ni də 3 verib. Deyir ki, bu kvadrat tənliyi qur ki, kökləri 2 və 3 olsun. Mən də bilirəm, nəyi Viyyət teoremi? Viyyət teoremi nə deyirdi? Köklər cəmi və köklər hasili. Köklər cəmi 5, köklər hasili 3, 2-nin 6. Və 5 və 6-ya görə gəlin çevrilmiş kvadrat tənliyi quraq. X kvadrat, 5-in əksi bilirsiniz ki, bura -5x yazılır. Və 6-nın özü 6 yazılır. Bərabər 0. Çevrilmiş kvadrat tənliyi necə qurduq? Birinci, Viyyətdən istifadə elədik və Viyyət teoreminə görə həmən tapdığımız 5 və 6-nı tənlikdə yerinə qoyduq. Deməli, tənliyimiz də bu olacaq. Biraz sərgəsi yazdım deyəsən. Bu da belə uşaqlar. Sonra misal neçə gəlir? 1-də indi 2 olsun. Misal 2. Deməli, belə olsun uşaqlar. X kvadrat plus 3x plus 2 bərabərdir 0 tənliyində x1-in kvadratı üstə gəl x2-nin kvadratı bərabər sual. Tapın. Kim istəyər x1-i tapar, kvadrata yüksəldər, x2-ni tapar, kvadrata yüksəldər və toplayar. Amma daha rahat üsul nədir? Əvvəlcə gəlin açaq görək, x1-in kvadratı üstə gəl x2-nin kvadratı necə açılır? Bu, köməkçi müxtəsər düsturudur. x1 üstə gəl x2-nin çöl kvadratı çıx 2x1, x2 kimi açılır. Bunu bir yerdə saxlayaq qalsın. Sonra baxıram, çevrilmiş kvadrat tənliyidir, kökləri tapmağın ən rahat üsulu Viyyətdir. Viyyət deyir ki, köklər cəmi əks işarə ilə ortadakı həddə -3-ə, köklər hasili sərbəstədə, yəni 2-yə. Baxın, uşaqlar, köklər cəmi verib, köklər hasili verib. Qoyaq da yerinə, bizdən nə gedir? Qoyaq. -3-ün kvadratı olacaq çıx 2 vur 2. Yəni 9 çıx 4, cavab elədir 5. Bu da belə. Bir də olsun misal 3. Baxın, siz bunu köçürdün. Misal 2 belə oldu. Yenə də təkrarlayıram uşaqlar. Bu sualı həll eləmək üçün əvvəlcə siz müxtəsər vurma düsturunu bilməliydiniz. Müxtəsər vurma düsturunu açandan sonra Viyyəti bilməliydiniz. Deməli, biz 2 dənə burada qaydadan istifadə elədik. Həm müxtəsər vurma düsturundan, həm də ki Viyyət teoremindən. Bu da belə uşaqlar. Sonra misal nömrə 3. Deməli, belə olsun. X kvadrat çıxılsın 16x plus q bərabərdir 0 tənliyin. Köklərindən biri 4 olarsa, x1 bərabər 4. Avtomatik mən bunu yazıram. Q-nü deyir tap. Uşaqlar, siz bilirsiniz ki, əgər tənliyin köklərindən biri 4-dürsə, yəni kök tənliyi ödəyir. Eləmi? Ümumiyyətlə, kökü tənlikdə yerinə qoyanda ödəyir. Mən də tənlikdə yerinə qoyacağım. x1 deyəndə, yəni x nəzərdə tutur. 4-ün kvadratı çıxılsın. 16 vur 4, üstə gəl q bərabər 0. Alındı 16 çıx 64 plus q bərabər 0. -48 plus q bərabər 0. Q da alınacaq 0 çıx -48, müsbət 48 alındı. Yəni ki, siz q-nü tapdınız. Topluda da bu misal 2-yə də, 3-ə də hamısına aid nümunələr var, testlər var. Bunların hər birisi ilə siz nə edəcəksiniz? Qarşılaşacaqsınız.
Bəli. Sonra bizim üçüncü üsulumuz tam kvadrata ayırma üsuludur. Üçüncü. Tam kvadrata ayırma. Ay, bircə dəqiqə. Ayırma. Bəli. Tam kvadrata ayırma üsulu maraqlıdır. Bəzən də ondan da istifadə edəcəyik. Belə, yəqin ki, çoxları diskriminantdan istifadə edəcək. O daha çox sevilir. Çevrilmişlərdə isə ən gözəli Vietdə uşaqlar. Baxın, Vietdən qaçmayın. Deməli, tam kvadrata ayırma üsulu necədir? Bizə bir dənə kvadrat tənliyi verib. X kvadrat plus 2x minus neçə olsun? 24 olsun. Bərabər 0. Uşaqlar, tam kvadrata ayırmaq üçün, baxın, tam kvadrata ayırırıq. Mütləq orada müxtəsər vurma düsturunu siz yaratmalısınız. Yəni ki, fikir verin, x kvadrat plus 2x. Bu var. Bura qədər mən yazıram. Mən burada nə hədd əlavə eləsəm, müxtəsər vurma düsturuna oxşayar. Baxın, plus 1 əlavə eləsəm, bu üçlü x plus 1-in çöl kvadratına oxşamazmı? Oxşayar. Düzdürmü? Əgər mən hədd əlavə eləyirəmsə, o həddi çıxmalıyam ki, orada stabil olsun, yəni dəyişiklik olmasın. 1-i əlavə elədim, o 1-i də çıxdım. Və çıx 24 şərtdədir, mən onu köçürtdüm. Sadəcə nə elədim, uşaqlar? 1-i əlavə elədim və 1-i çıxdım. İndi, çıx, mənfi 1 çıx 24, mənfi 25. Bərabər 0. Belə alınır ki, x plus 1-in çöl kvadratı bərabər 0 plus 25, 25. Nəyin kvadrata 25 eləyə bilər? Deməli, x plus 1 bir dəfə 5, x plus 1 bir dəfə də mənfi 5. İki halda da tənliyin köklərini tapırıq. Birinci kök 5 çıx 1, 4. İkinci kök mənfi 5 çıx 1, mənfi 6. Baxın, belə. Bunları da yazaq. Və yaxud da uşaqlar, Vietə getsəydiniz, fikir verin, köklər cəmi mənfi 24 edirmi? Ay, köklər hasilə. 4 vur mənfi 6. Elədi mi mənfi 24? Elədi. Köklər cəmi əks işarə ilə 2-nin əksi. Yəni, mənfi 2. 4 üstə gəlir mənfi 6. O da mənfi 2 edir. Həqiqətən, Vietlə də edə bilərmişsiniz, həm də tam kvadrata ayırma üsuluyla. Belə. Deyəcəksiniz müəllimə, bəs mən o əlavə edəcəyi mədədi, çıxacağı mədədi başqa nə cür tapa bilərəm? Başqa necə tapa bilərsiniz uşaqlar? Yəni fikirləşə bilərsiniz ki, mən bunu müxtəsər vurma düsturuna gətirim, özünüz yoxlayacaqsınız, yaxud. Baxın, həmən tənliyi bir də yazıram. X kvadrat plus 2x minus 24 bərabər 0. Mən əlavə edəcəyim həddi, yəni x kvadrat plus 2x-a nə əlavə edəcəm, nə çıxacam, onu necə bilirəm? B əmsalını 2-yə bölürəm və aldığım cavabı kvadrata yüksəldirəm. Baxın, B əmsalı nədir? 2-dir. 2-ni 2-yə böldüm. 1, birin də kvadratı 1. Deməli, mən 1-i həm əlavə elədim, həm də çıxdım. Baxın, o əlavə edib çıxdığım ədədi belə də tapa bilərsiniz. Yəni, bu zaman müxtəsər vurma. Baxın, bu üçlü müxtəsər vurma düsturunun alınmasına gələcək. Belə. Bu kvadrat tənliklərdir. Sonra var, qarşılaşacaqsınız bir kvadrat tənlikləri uşaqlar. Topluluqda da var əslində. Baxın, belə olacaq bir kvadrat tənliklər. A vur x üstü 2-nin, yəni 2-nin, x üstü 4, x üstü 6, 8. Bunu necə eləyirsiniz? Bir də üstə gəl, b üstü xn plus c bərabər 0. Bu tənliklər ümumiyyətlə bir kvadrat tənliyi adlanır və bu tənlikləri həll eləmək üçün əvəzləmə aparacaqsınız. Əvəzləmə deyəndə başlayırsınız x üstü n-ə, ən kiçiyə bir t deyirsiniz. X üstü n-ə t dedim. T desə gəlin həll eləyək. Olacaq nə? A, x üstü n t desə burada t-nin kvadratı olacaq. Çünki fikir verin, 2 var burada. Deməli, kvadratı yüksəldir. Üstə gəl bt plus c bərabər 0 alına düşəcək. Bunu həll eləyib t-ni tapacaqsınız. Məsələn necə? Tutalım bizə bir kvadrat tənliyi verib. X üstü 4 çıx, 2x-in kvadratı çıx, 8 bərabərdir 0. Nə dedim? Ən kiçiyə t deyin. Ən kiçik x kvadrat bərabər t. Olacaq 4 artıq x-in kvadratının kvadratıdır. Yəni t kvadrat. 2t çıx 8 bərabər 0. Artıq bu t-yə nəzərən kvadrat tənliyidir. Köklər nəyə kimi görsənir? Hasilləri mənfi 8 eləsin. 4 nə? Mənfi 2. Cəmləri də müsbət 2 alındı. Deməli, siz tapdınız t1 4, t2 mənfi 2.
Bəzən uşaqlar elə bunu tapandan sonra götürüb nişanlayır. Variantda ya açıq sualça gidib belə yazır. Xeyr uşaqlar, siz sadəcə t-ni tapdınız. Bizə lazımdır bu tənliyi həll eləmək, yəni x-i tapmaq. Onda mən x-i tapmaq üçün nəyə t demişdim? Yazıram burada. X kvadrat bərabər t, yəni 4. Və yaxud x kvadrat bərabər t, yəni mənfi 2. 2 hal var axı burada. İkinci hal həll edilə bilməz. Boş çoxluq. Çünki niyə? Nəyinsə kvadratı mənfi ədədi vermir. Bu boş çoxluqdur. Keçirəm birinci tənliyə. Nəyin kvadratı 4-ü verə bilər? 2-nin kvadratı və mənfi 2-nin kvadratı. Deməli, burada 2 dənə kök var. Biri müsbət 2-dir. Biri də mənfi 2-dir uşaqlar. Bu da belə. Sonra uşaqlar bu qeydlərinizi də götürün. Əslində uşaqlar, mən bunu bir partda çəkmək istəyirdim, amma istəmirəm ki, videolar çox uzun olsun. Yəni, çox uzun olanda bəzən uşaqlar sıxılır, ona görə part böyüdürəm ki, rahatlıqla baxa bilərsiniz, həm də ayrı olsun. Eybi yoxdur. Onda gələn dərsdə inşallah rasional tənlikləri izah edərəm. Rasional qaldı deməli, irrasional qaldı, bir də modul qaldı. 3 dənə qaldı. Onları da keçəcəyik uşaqlar. Gələn dərs onları izah edəcəm. Belə uşaqlar. Gələn videolarda görüşənədək bu qayda izahlarına diqqətlə qulaq asın. Hər biri sizin xeyrinizədir. Sağ olun, sağlıqla qalın.